Salam dəyərli izləyicilərimiz. Bu günlər sizə kənd təsərrüfat texnikalarının texniki qulluğu haqqında söhbət eləyəcəyik. Həmsöhbətimiz Əmirxan bəydir. Özü də uzun illərdir servis müdürü işləyibdir və bu sahədə biliklərini bizimlə paylaşacaq. Demək Samin, başlayaq əvvəl nədən? Başlayaq əvvəl istismar qaydalarından. Gördüyün qədərlə biz dəfələrlə səninlə bərabər rayonda olmuşuq. Bəli. Texnikaların qulluqlarına baxmışıq. Necə qulluq edirlər yoldaşlar, texnika istismar qaydalarına riayət etmirlər. Əzrinə dağıdıb tökürlər texnikaları. Mən ən çox nə görə bundan başlamaq istəyirəm? Bizim ən yaralı yerimiz bura belə. Səbəb nədir? Texnikanı istifadə edən yoldaşlarımız məlumatsızdır. Traktor əldə edirlər texnikaları və onun istismar qaydalarını öyrənmirlər də. Necə deyim? Ya həvəsmi göstərmirlər, ya onlara məlumatını vermirlər və onlara kobud söz istifadə edirlər. İlk öncə nədən başlamalıdır? Ən əsası vacib başlamalı, hansı nüansdan başlamalıdır? Bu dəfələrlə olub. Traktor kimsə almır. O həmin yoldaşa deyirsən ki, ilkin birinci 50 saatda biz onu dilimizdə həmişə qalıb onu Rusdan sözünə istifadə etmişik, apkatka. Yəni ilkin 50 saatda həm də onu daha yüngül işləməlidir. Və yoldaşlara bildirsən ki, yüngül işləmək deyəndə biz nəyi nəzərdə tuturuq? Bax, misal deyirəm də, mən satanda da texnikamda həmişə deyir, apkatka dövründə. Yüngül istifadə nədir? Bu yerində sürməlidir. Bir korpuslu deyək ki, bir gövdəli kötandamı işlətməlidir. Neynəməlidir? Yox, şərt deyil kötanda istifadə. Mən yüngül işlər üçün. Baxır indi o hansı təsərrüfat nə üçün alıb, onda hansı aqreqatları var. 50 saatı daha yüngül işlər görməlidir ki, çünki onun içində olan yağlar və sürtgü yağları nə üçün forma daşıyır? Yuyulma üçün. Və bunu zavodda bildirir birbaşa istehsalçı ki, bu 50 saatdan sonra dəyişməlidir. Nəyə görə? Çünki texnika təsirinə qədər məlum məsələdir, içində metal qırıntılar olur, bu danılmazdan olur. 100%. Və onun üçün də 50 saatı dəyişməlidir ki, sonra verilən saatlara görə hər dəfə qulluq götürməlidir. Biz rayonda səninlə nədən rastlaşmışıq? 50 saatda qulluq olunmur, ümumi texnikaya baxılmır, bu hamıya şamil olunmur ha, baxmayanlara aiddən də. Ələxsus, səhər traktora yaxınlaşır, suyuna baxmadan, yağına baxmadan özün bilirsən ki, nə qədər təsərrüfatlar işləmir, böyük təsərrüfatlarda. Tam razıyım. Hələ mən operatorlarıma 10 nəfərdən 2-si o şey riayət edir, 8-i riayət eləmir də. Səhər gəlirsən, texnikaya yaxınlaşırsan da, mütləqdir. Yanacaqdan həmişə, yanacaqda bilirsən, dizeldə həmişə su ağır olduğu üçün dibə yatır da. Onun üçün də hər səhər yanacaq filtrindən az biraz açırsan, 20-25 qram, çünki su dibdə olur da. Dəyərli izləyicilərimiz, traktorları kodlamadan öncə yanacaq filtrləri. Yanacaq filtrinin, bəli, yanacaq filtrinin altında onun suyunu boşaltmaq. Bəli, açılması yeri var. Onun taktaq o qoyulubdu orada. O məqsədi o daşıyır. O məqsədlə qoyulub ki, hər səhər su dibə yatır deyəm. Açırsan ki, çünki filtrdən qidalanma birbaşa gedir yanacaq nasosuna və injektorlara. Və dolayısıyla nə olur? Ora birinə su yedir həm də dibdə axı. Onun üçün də bu şeylər riayət etmək lazımdır. Hər səhər suyunu almaq lazımdır. Yağına baxdın, hava filtrini təmizlədin. Çünki taxta mühərrikin ürəyi odur. Hava filtri məncə daha tez təmizlənməli. Niyə görə? Çünki gündə toz içərisində. Hər gün traktor. Bəli. İşə başlamazdan əvvəl başlanmalıdır. Keçdi ikinci nüansa. Qres yağından yağlanma, orqandan hamısı yağlanmalıdır. Mənim desəm ki, yüzlərlə, minlərlə arasına çıxıb ki, texnika, heç kim onu yağlamır. Axı nəyə görə? Sonra da deyir ki, tiyaqa qırıldı, kardan qırıldı, qırılmalı dərəcəsində yağlanmıraq. O həmin orqandan onun üçün qoyub yağlanmalıdır ki, orqana işi olsun. Bu aiddir kombaynlara da. Bizim bəzi kombaynlarımız da var ki, laborda gətirə bilirlər. Axı orada dövrlər sayı çoxdur axı. Kombaynda pasimliklərdən, orada dövrlər sayı daha yüksəkdən, orada yağ birinci olan şey düzgün sürtgü yağlar seçilməlidir. Mütləq. Qres yağından tutmuş, mühərrik yağ hamısı. Biz növbəti çəkilişlərimizdə sürtgü yağlarını tam təfərrüatını danışacağıq, izah edəcəyik ki, hansı sürtgü yağları istifadə etmək lazımdır. İstifadə etmək vacib. Bəli. Gəldi ikinci nüansa. İstifadə olan sürtgü yağları heç vaxt düzgün seçmirlər. Bizim bir dəfə başımıza gəldi. Bir dəfə yox, bir neçə və yadvərə başımıza gəlib.
İçinə başqa yağ töküblər. Sürətlər qutusu yağı əvəzinə başqa yağ tökmüşdür. Gedib bəli, tap 2 yağı, traktorun hidravlik sistemindən tap 2 yağı 80W90 töküblər. Yəni o da gəlir. Bu sualdan bir yeni sual doğurdu da. Traktorist gedib dükana, mənə ki mənə yağ lazımdır. Dükançı ona soruşmadan yağı nə üçün istəyirsən? Deyib mənə sürət üçün yağ lazımdır. Çıxarıb başqa yağ verir. Və sonra soruşmalıdır axı sən bu yağı nə üçün istifadə edirsən? Niyə istifadə edirsən? Onun o tələbinə uyğun olaraq verməlidir. Yəni dəfələrlə görmüşük biz səndən. Dəfələrlə, yəni. Tam, doğru. Tamamilə başqa bir yağ alıblar. Yəni yağların da biz bu da mövzuda gələn inşallah verilişimizdə bu mövzunun bir məsələ yoldaş deyəcəm yağlarla bağlı. Tam belə açıqlamasını versin ki, 15-40 elə 15-40 demək deyil. Mühərriklərinin tipləri var. O tiplərə uyğun yağlarında tərkibi var. Hansı tərkib yağı, hansı mühərrik istifadə etməlisən. Deməli, biz traktoru almaqla, hər şey həll sürməklə, həll olmur. Bu o demək deyil ki, mən bilirəm. Məsələ vaudur. Şimdi mən aldım bu traktoru, oturdum, sürdüm. Sabah da istənilən yağı da tökdüm ora. Mənim traktorum niyə yaxşı işləməlidir? Amma görürsən ki, nəticədə yaxşı işləmir. Yəni bu hər şey demək deyil. Mütləq ki, bunu bir servislə, traktor servisi ilə, ən azından da, yəni kimsə bu işlə məşğul olan bir şəxs varsa, deyək ki, Əmirxan kimi, Əmirxan servis müdürüdür. Belə bir şəxslərə mütləq müraciət eləyin, soruşun, məlumat alın. Məsələn, Əmirxan bəy pulsuz konsultasiya da verir. Və təbii ki, ödənişsiz, hər hansısa bir problem olsa, zəng vurub soruşa bilərsiniz. Əlaqə nömrəmiz də bax budur. 050 504 37 04. Bax, dəfələrlə olub, mən heç bir yoldaşın zənginə rədd etməmişəm. Həmişə cavab vermişəm. Boşqayla tutuluysa da. Həmişə onlara cavab vermişəm. Deyirəm ki, onlara hər dəfə onu zəng edirəm ki, şərt deyil ki, həmin sütkarlarını məndən əldə edəsən. Yaxınlaşın dükana almaq istəyirsən, hər dəfə eyni şey demişəm ha. Həmin alacağın sənin və ya qablaşdırmanın üstün şəklini çəkməni at. Mən sənə deyim, onun tərkibi sənin texnikaya aiddir yoxsa yox. Mütləqdir. Çünki texnikanı sən də bilirsən, mən də bilirəm. Texnikanın hamısının ən əsas vacib nöqtəsi süd yağlardır. Metal hamısı aşınır da həm də, onu da düzgün yağ seçməlisən. Mən bütün hamıya tövsiyə edirəm. Südçü yağlarını əldə etməmişdən qabaq, ya texnikanı aldığın yerlə, ya da ki, mənim kimi yoldaşlarla, Zami kimi yoldaşlarla zəng vurub bir məsləhət almaq ki, mənim artıq süddə qutusunun yağının vaxtıdır və yaxud da mühərrikin yağının vaxtıdır. Mən ora hansı yağ töküm? Xırda bir şeydir, yəni xırda bir şeydən nə qədər böyük bir şey də olur. İmişildə, Zaqatalada, Qaxda, getmişik səndən də, yəni Gəncədə, Şəmkirdə, Tovuzda nə qədər aslında çıxıb ki, yağı gedib safisiyan başı iş alırlar. Tökürlər, zəng vuruşu, 3 gün vaxt texnika işləyirdi, indi texnika normal işləmir. Hətta yadındadır, o yağı neçə saatdan sonra dəyişmişdi. Ən belə çox rast gəldiyimiz problemlərdən biri də odur ki, mühərrik yağının vaxtında yox, vaxtından da ki, nə qədər ötürmüş vaxtında dəyişmiş. Biri var da 500 saatdan. Bəli, sonra deyir ki, mən texnikamı təzə almışam, amma texnikam düzgün işləmir. Bu niyə belə deyil? Biri şikayət ilə yanacağı səhvətini artırır. Biri şikayət edir ki, yağı mən tökmüşəm, 50 saat işləməmişəm, yağın səviyyəsi aşağı düşüb. Bu nəyə dəlalət edir? Ona dəlalət edir ki, südçü yağlar düzgün seçilmir. Bəli. Ona dəlalət edir ki, hava filtrin vaxtında təmizlənmir. Ona dəlalət edir ki, yanacaq mövzu başlamış kimi yanacağın hər səhər o suyu alınmır. Dolayısıyla hamısı xırda. Çünki mühərrik traktorun mexaniki hissələri hamısı zəncirləri bir-birinə bağlıdır. Bunlara riayət eləmədiyin halda sən nədən danışa bilərsən? Ziyan üstə getməlidir. Və nə olur? İstismarçı başlayır texnikanı operasiya pisləməyə ki, bu nə texnikada almışam mən? Falan texnika bundan daha yaxşıdır. Falan texnika yox. Falan istismarçı səndən yaxşı istismar edir deyən, onda yaxşı çıxıb. O demək deyil axı. O riayət edir, sən isə riayət eləmirsən. Gedir yerli bazara bildiyin qədər nə istəyirsən şey var, süd yağlar, belə deyil. Yerə daha ucuzunu alır. Və ucuzunu alırsan, əzizim sən hesablanmalısan axı. Bu atılan yaxşı misalı var. Ucuz ətin bir şey olmaz. Həmin şeydə 5 manat buradan qərat eləmək istəyirsən, sonunda nə olur? Sən daha böyük vəsait qoyursun xərci sonra, daha böyük
15 manat ziyanı soruşursan. Ümumiyyətlə mühərrik yağında qənaət eləmək Qətiyyən. Məncə düz deyil. Niyə görə düz? Mən heç birini tövsiyə eləmirəm. Yəni qənaət eləmək elə bir şeylər də ola bilər ki, məsələn, mühərrikdir, sürətlər qutusu. Bunun yağında ekonomiya, məncə ucuzunu alın, yox, bu gələcəkdə sizə daha böyük xərclər çıxardacaq. Yəni bu ucuzunu almağa heç ehtiyac yoxdur. Çünki bilsən, sən o texnikanı alırsan ki, sən ondan qazanasan. Bu danılmazdır. Texnikanı onun üçün alırsan ki, həm öz işimi görüm, həm xidmət göstərim, oradan qazanc əldə edeyim. O kənarı sənə deyil. Sən ona qulluq etməsən, o səni necə gəlir edə bilər? O necə ola bilər ki? Onun üçün hər şey vaxtında. Mən hamıya tövsiyə edirəm. Südçü yağları vaxtında, südətə qutusu yağı vaxtında, antifriz soyutma mayesi vaxtında, əyləz mayesi, jidqis vaxtında, akkumulyator vaxtında. Hər şey vaxtında dəyişilməlidir. Hər şey vaxtında. Bizdə bir paradoks var ya bizdə. Maşın satır, bunu da sevirəm maşından çünki bu hamı rastlaşır bir şeydir. Nə? Deyir üstündəki deyir şeyi 06 satır şeydə bazarda. Ağsaqqal bir kişidir. Deyir bəs biri yaxına ki, bəs ağsaqqal bəs maşın zadı necə deyir? Üstündə deyir yağı, mostun yağı deyir şeydir. Öz Zavaskoy yağıdır. O güya qəşəng şey deyir ki, yəni Zavaskoy yağı, zavod yağıdır. Bəs sən 150-200 min sürürsən, bir istismar dövrü var axı. Onun üçün də tövsiyə nədir? Bu aiddir, mənim bu dediyim söz. Hidravlik sistemə və südətə qutusu yağına. Tövsiyə nədir? Ya ildə bir dəfə, ya 1000 saatdan bir. Ola bilər ki, sən bir ildə 2000 saat sürürsən onu. Ola bilər ki, sən bir ildə 1000 saat sürmürsən. Amma dolayısıyla nədir? Ətraf mühit isti, soyuq və dolayısıyla nə olur? İçəridə yağ buxarlanır, yatır. İsti soyuq deyil və istəyirəm ona kondensat əməlidir də. Kondensat əməli və yağ nə olur? Yağ başı yavaş-yavaş sürməyə. O nə olur? Bütün orqanları ziyan vurur. Fəaliyyətsiz qaldırılır. Məsələn, o yağ nə üçün nədə tutulub? Pasientləri yaxşı yağlamır. Pasientlər istismar müddətini tez doldurur, tez dağılır. Ən böyük onun vurduğu ziyan hidravlik klapanlardır. Çünki bildiyin qədər bizim traktorlar hamısı bir yerdən qidalanır və bir yağla qidalanır. Bunu mən əl açıb vurmaq istəyirəm. Bizim hamımız Azərbaycan tanıdıq Belarus traktorundan xarici marka traktorlar eyni deyil. Belarus südətə qutusu yağ başqadır, hidravlik yağ başqadır. Amma bu tip traktorlarda isə hamısı qidalama bir yerdəndir. Türkiyə, Avropa traktorları hamısı bir yerdən. Hamısı yağlanma bir yerdən qidalanır. Bir yerdən. Südətə qutusundan həmin yağ həm arxa oxda olur, həm hidravlik sistemdə olur. Bu da yağ öz özüllüyünü itirəndə ziyanlıq vurur hara? Klapanlara. Klapan işləmədi. Nə oldu? Orqan işləmir. Hansısa orqan işləmir. Ya pitomer işləmir, ya arxa qollar işləmir və dolayısıyla müştəri işlər ki, buna nə oldu? Hər şey yaxşıdır, indi işləmədi də. Bəs o sənə necə siqnal versin ki, bunu dəyiş vaxtında? Bizdə həmişə Allahdan budur da. Bu yaxşı işləyirdi. Nə oldu? İşləyirdi, bəli. Bu qaydalara riayət eləməmsə onu bəli. Yaxşı işləyirdi. Bu elə öndə vurğulanan bir şeydir ki, hər şeyə vaxtına riayət etmək lazımdır. Lazımdır ki, bu sənə uzun illər sənə xidmət göstərsin. Bizim istəyimiz odur. Filtrlər normal filtrlər seçilməlidir. Gedib bizən acınacaqlı deməyim, belə deyim də, yerli bazarda o qədər ucuz hissələr var ki, ehtiyac hissələri, südçü o qədər ucuz və çeşid çoxdur ki, hərdən görürsən ki, müştəri nə alacağını bilmir də. Filtrlərimizə gələn veriliş üçün saxlayır. Yox, bu sadəcə mən bir xəbərdar etmək istəyirəm. Bəli, gələn verilişlərimizdə sizə hansı filtrlər daha yaxşıdır, uzun ömürlüdür, keyfiyyətlidir, onlar haqqında ətraflı bir məlumat sizinlə paylaşacağıq. Mən sənə tövsiyə edərdim ki, bu filtrlər və yağlar mövzusunda yoldaş var, onu çağırarıq biz. Çağırarıq. Demək, həmin yoldaş, onunla uzun müddət danışan, əndə adını çəkmək istəyirəm, gəldi üzrə onu görəcəksiniz. Mən ondan vaxtikən çox şeylər öyrənmişəm. Filtri belə yarıb, öz şorulbanı sinətlərində təqdim edir ki, bax, bizim filtrin, bax, nə üçün bizim filtr? Çünki bax, onun karbona baxın, mikrometrdir, də. Karbonda içi dəmir ola bilər, kağız ola bilər, onun keçicilik qüvvəsi var da. Getdiyi yerə uzanmayıb bir filtr aldı. Maraq üçün, görüm ki, bu mənə düzmü deyir, hər tərəf tanış olmuşdu o yoldaşla.
düzmü deyir, yoxsa mən bilmirəm deyən mənim aldadır. Getdik yerə bazam hər hansı bir filtr aldıq. Filtri yardıq. Bunun yanında mən özümlə maraq doğru ki, doğrudan bir şey var yəni. Bu filtrdə bağladım orada, içində yağ olacaq. Fikirləşdim ki, bir yoxlayım görüm nə. Bir görüm ki, yəni bunun sözü o qədər düzdür. Zaman inan ki, yardıq. Onun içindəki kağızla, onun içindəki istifadə olunan material var, yəni tamamilə başqa bir şeydir. Hər şey addım-addım, xırda gəlir dolaşımdan böyük bir zərrə doğurdur, yəni böyük bir şey olur. Biz önəm daşımırıq. Soyma mayəsi, bir dənə şey aldı, antifriz altın çəkdi onda, içimə atdıq. Model axı. Antifriz sönüldü. Yağı neyəsən, 15-40 xal tökərik də, yəni. Gedib bir dənə 15-40 xal tökür ora. Karokla yağı, deyib bir iki təsəvvür rastlaşmışam, bir həftə yoxdur. Söhbət qısasmışıq ki, içəri 80W90 var. Adam da şikayət edir ki, qardaş, bunun yağı dəyişdim. Ondan sonra qardaş, bunun hidravlik qollarını işləmir, nə quyruq mili işləyir, nə qol işləyir. Necə işləsin? Təyinatı üzrə heç nə tökməsin. Biz də bilmirik axı. Necə işləməlidir? Başlamışıq baxmağa, elektronikanı yoxlayırıq, oran mexanikanı. Burada hər şey qaydasında, amma işləmir. Nəyə görə işləmir? Elektron baxırıq ki, bu açıq, amma orqan işləmir. Yağlaşdıq. Yağ, bunu bilən yoldaşlar bilir, 80W90 ən qatı yağdır. O, dişli çapları soyutmaq üçün nədə tutulur, Sən bunu oraya hara tökmüsən, qardaş? Yoldaş nə dedi, gənə gəldi eyni yerə. Mən dükana getdim, mənə dedim ki, mənə tartın karpa yağı ver, bunu verdim. Dükançı... Satan ondan soruşmasa, onu nə deməli? Satan adamdır da, gəlib ki, satan adam, yox, satan neynəsin ki, ən azından mən qoymuşam bunu burada satıram qardaş. Sən də gəlib mənə deyirsən ki, mən 15 qəpik. Mən də götürüb verəcəm. Amma sən mənə deyirsən ki, bunun misal üçün də təyinatı üzrə. Yox, bəli. Alan adam bunu deməli. Mən ki, qardaş, mən bunu traktora tökəcəm. Bunun misal nə bilim, yox, şey mən sənə razı deyirəm. Mühərrikət tökəcəm, nə bilim, sürətlər qutusuna tökəcəm. Ən azından da qarşı tərəfdə sən sadəcə gəlib deyirsən ki, mənə 15-40 ver. Amma 15-40 bildim. Mən deyirəm, həm alan, həm satan hər ikisində günah var. Alan aldığı təyinatı demir. Bir dənə deyir ki, mən traktor alıram. Satan adam da o da maarifləndirməlidir qabaq tərəfi ki, o da gərək ki, birinci növbədə bilikli olsun, sonra maarifləndirsin ki... Maarifləndirmək üçün də bizim həmən o qonağımız gəlməlidir bura. Bəli. Qonağımız gəlməlidir və siz onunla ətraflı suallarınızı da yazarsınız, biz onları da cavablandırarıq. Deməli belə, dəyərli izləyicilər, texnika alanda onlara hansı texniki qulluqlar olunmalıdır, qısa da olsa biz sizə məlumat verdik. Gələn verilişlərdə görüşmək üzrə. Sağ olun, salamat qalın. Hələlik.